Ответьте на вопрос по тексту. Mətnə əsasən suala cavab verin. Что должны охранять люди? İnsanlar nəyi qorumalıdırlar? Mətnə fikir verək. Bu hissədə verilən sualın cavabını görə bilərik. Люди должны охранять чистоту окружающей среды və s. Və həmin fikrə D variantında da rast gəlirik. Doğru variant D. Допишите предложение словом из текста. Cümləni mətndəki sözlə tamamlayın. Жизнь в городах. Mətnə baxırıq. Mətnin bu hissəsində belə bir cümlə var. В городах жизнь кипит. Və C variantı həmin bu fikrə uyğundur. Жизнь в городах кипит. Какое слово в тексте означает участок земли вблизи дома для выращивания овощей? Mətndəki hansı söz evin yaxınlığında tərəvəz yetişdirmək üçün torpaq ərazisi mənasını verir? Evin yaxınlığındakı torpaq ərazisi harda ki biz tərəvəzləri yetişdiririk? Bostandır. Rusça огород. Mətndə burada o sözə rast gəlirik və doğru variant A. Ответьте на вопрос по тексту. Mətnə əsasən suala cavab verin. Где воздух намного чище? Harada hava daha təmizdir? Cümləyə baxaq. В селе воздух намного чище, чем в городе. Doğru variant C. В селе. Напишите антоним к слову мало из текста. Mətndən istifadə edərək mala, yəni az sözünə antonim seçib yazmalıyıq. Mala az, onun əksi olaraq bizə çox sözü lazımdır, yəni много. Həmin söz bu hissədə var. Doğru cavab много. Ответьте на вопрос по тексту. Mətnə əsasən suala cavab verin. Какое существо человек? İnsan necə varlıqdır? Cümləyə baxaq. Человек – разумное существо. Doğru variant B. Разумное. Какое слово в тексте означает совокупность механизмов устройств? Mətndəki hansı söz mexanizmlərin, cihazların cəmi mənasını verir? Bu söz оборудование sözüdür və doğru variant C. Озаглавьте текст. Mətnə başlıq verin. Mətndə insan, onun fəaliyyəti haqqında danışılır. Variantlara baxaq. A. Образование. Təhsildən bəhs olunmur. B. Человек. Bəli, insandan bəhs olduğu üçün doğru variant B sayılır. Rasteniya. Bitkilərdən də bəhs olunmur. Природа. Təbiətdən də bəhs olunmur. Doğru variant B. Допишите предложение словом из текста. Mətndən sözdən istifadə edərək cümləni tamamlayın. Человек преобразует природу своей. Bu cümləyə nəzər salaq. Своей деятельностью он преобразует природу. То есть деятельностью. Doğru вариант D. Напишите синоним к слову работает из текста. Mətndən работает, yəni işləyir sözünə sinonim seçib yazmalıyıq. İşləyir sözünün eyni mənası zəhmət çəkir sözü ola bilər və mətndə bu sözə rast gəlirik bu cümlədə. Человек трудится, производит предметы и оборудование. Doğru cavab трудится. Укажите действия солдат. Əskərlərin hərəkətini göstərin. Şəkildə təsvir olunmuş əskərlər addımlayır, yəni şagают. Doğru variant A. Что это? Bu nədir? Şəkildə quş yuvası təsvir olunub. То есть гнездо. Doğru variant B. Укажите верный вариант. Doğru variantı göstərin. Təsvir olunmuş şəkil Azərbaycan gerbidir və doğru variant D. Герб Азербайджана. Вставьте пропущенное слово по картинке. Şəkilə əsasən buraxılmış sözü əlavə edin. Şəkildə meşə görürük. Variantlarda meşə, yəni lesa C variantındadır. Большая часть Кельбаджара – это леса. Напишите название цветка по kартинке. Şəkilə əsasən çiçəyin adını yazın. Təsvir olunmuş çiçək qərənfildir. Rusça гвоздика. Вставьте верное слово. Doğru sözü əlavə edin. Государство делает все для своих граждан.
Doğru variant B. Составьте предложение из данных слов. Verilmiş sözlerden cümle kurun. В нашей стране rastut редкие виды деревьев. Bu ardıcılığa B variantında rast gələ bilərik. Укажите глагол второго спряжения. İkinci təsnifə aid feili göstərin. A, B, D variantlarındakı feillər birinci təsnifə aiddir. C variantındakı feil ikinci təsnifin istisnalarına aiddir və doğru variant C. Смотрят. Переведите слово «бахалы». Бахалы, yani дорогой. Doğru variant C. Допишите окончание слова. Sözün sonluğunu yazıb tamamlayın. Ozero sözünə baxdıqda orta cinsdə olduğunu gördükdə təyin edirik ki, ona verilən sifət də orta cinsdə olmalıdır. Variantlardakı şəkilçilərdən orta cinsə uyğun şəkilçisi A variantındadır və doğru variant A. Крупнейшее озеро. Прилагательное обозначает признак предмета. Yəni sifət əşyanın əlamətini bildirir və doğru variant C. Укажите верное местоимение. Doğru əvəzliyi göstərin. Пишите письмо. Buradakı пишите feilinin şəkilçisindən təyin edə bilirik ki, bizə lazım olan əvəzlik ikinci şəxsin cəmi olmalıdır və axtarırıq. Мы uyğun gəlmir, ты uyğun gəlmir, on uyğun gəlmir, вы, bəli, вы ikinci şəxsin cəmində olan əvəzlikdir və doğru variant D. Сколько слогов в слове география? Geografiya sözündə neçə heca var? Sözdə heca sayını təyin etmək üçün sözdə olan saitləri saymamız kifayətdir. Bu sözdə 5 sait var. Demək ki, 5 heca var. Üstəlik yoxlamaq üçün də hecalaya bilərik. G, og, ra, fi, ya. 5 heca və variant D. Укажите верный вариант. Doğru variantı göstərin. У меня есть хорошая. Burada sifət şəkilçisi aya olduğundan женский rodda olduğunu təyin edirik. Və bizə lazım olan isim də женский rodda olmalıdır. Variantlara baxaq. İdeya. Bəli, bu söz женский roddadır və doğru variant A-dır. Digər variantlara baxaq. Выбор. Мужской rod uyğun gəlmir. Мышление. Средний rod uyğun gəlmir. Способности cəmdədir. Bu da uyğun gəlmir. Doğru variant A. Укажите слово с ударением на первом слоге. Birinci hecasında vurğu olan sözü göstərin. Рука ikinci hecadadır. Желание ikinci hecadadır. Соседний ikinci hecadadır. Чудо birinci hecadadır. Doğru variant D.